mən də bilmirəm. Səni bu söhbətlər qıcıqlandırır, yoxsa evdə oturub deyirsən ki, siz danışın da mənim haqqında danışırlar. Bəzi şeylər mənə çox təsir edir. Nə? İlk öncə övladlarım çıxanda, yəni onlar uşaqdılar. Bəli. Orada onların heç bir tərbiyəsiz bir sözü olmamış o. Sadəcə deyiblər, Allah'ı bəyənirəm. Biraz o təsir eləmişdi. İnsanlar belə kommentləri heç oxumaq istəyir. Bir-ikisini oxudum, artıq belə havalanırdım ki, insanlar nə dərəcədə, yəni belə deyəcəm, yəni vəhşiləşə bilər ki, yəni uşaq barəsində də yəni danışa bilərlər. Məni sevməyə bilərlər. Ola bilər ki, Nəfəs xanım fanatları nəsə danışıram, onların acığına gedir, danışırlar. Amma uşaq barəsində lazım deyildi. Yəni uşaqlar mənim övladlarım idi. İlk öncə demişdim ki, şəxsiyyətimdə istəmirəm mənə suallar verilsin, istəmirəm belə evladlarım barəsində danışmadım. Yox, evladlarım barəsində danışmadım. İnsanlar qınaq elədi ki, niyə görə evladın gizlədir, nəyə görə belə. Artıq görürəm ki, ictimaiyyət içindəyəmsə, istər-istəməz kənarda da olsa kimsə çəkəcək, evladımı da görəcəklər. Nə qədər də gizləsəm, yəni mümkün deyil. Ona görə də yəni çıxarmışam, efirdə olublar. Əsas mən qəbahət bir şey görmürəm. Çox sevindim ki, evladlarım da gördülər, mənimlə bir yerdə efirə çıxdılar. Amma onlar